Xalq artisti Brilliant Dadaşova müğənni Səidə Dadaşovanın iddiaları ilə bağlı açıqlama verib. News24 xəbər verir ki, xalq artisti çərçivədən kənar verilişində bacısını qızının ailə üzvləri tərəfindən qəbul edilməməsi ilə bağlı dediklərini təkzib edib. Səidə saf, ürəyi yumşaq qızdır. Ailəyə kənardan kimsə girir və gündəm yaratmaq üçün ailəni idarə edir. Səidənin yaşadığı insan qalmaqalla qidalanan adamdır. Səidə deyir ki, anam uşağımı görməyib. Külliyən yalandır. Səidənin kilo yarımlıq uşağını atamın bağında bacım Sədaqət ətə cana gətirib. Bu günə qədər Səidənin adı gələndə bacım hönkür-hönkür ağlayır. Səidəni ərim dediyi adam anasına yaxın buraxmır. Səidə o qədər yaxşı qızdır ki, bacım Səidəyə zəng etmişdi ki, sənə gözəl bujteriyalar almışam. Səidənin yanındakı adam telefonu götürüb bacıma dedi ki, bizə gəlsən sənin ayaqlarını qıraram. Sənin anam bu sözdən sonra necə evinə gələ bilər? O adam səni gündəm yaratmaq üçün öyrədir. Əri 2 ay bundan əvvəl Səidənin qabırğasını sındırıb. Səidə 102-yə zəng vurub, yenə onu döyüb. Səidə məcbur deyib ki, stuldan yıxılıb. Səidənin bütün səs yazıları məndədir. Əgər Səidənin başından bir tük əskik olsa, mən hökumətimizə ərizə yazacağam. Qanun var, qayda var.